Hörmətli izləyicilər, əziz biologiya sevərlər, sizinlə 8-ci sinif dərsliyindən 1-ci bölmədə də həyatın kimyası mövzusunun sualların izahı ilə qarşınızdayıq. Birinci sualımızda soruşur ki, həyatın atomları hansılardır? Nə üçün? Ümumiyyətlə yadınıza saxlayın ki, hidrogendir, oksigendir, karbondur, azotdur, fosfordur, kükürdür. Canlı orqanizm əsas hissəsini təşkil edən atomlardır. Bu atomlar ona görə vacibdir ki, bu atomlar həyat üçün vacib olan karbohidratların, zulalların, lipidlərin, nuklein turşular kimi əsas bioloji molekuların qurulmasında və funksiyalarında mühüm rol oynayır. Sizcə, su həyat üçün niyə vacibdir? Su hüceyrədə maddənin daşınmasında iştirak edir, qida maddələrin həll olunmasına təmin edir. Həmçinin orqanizmdə gedən bütün kimyəvi reaksiyalar, o cümlədən enerji istehsalatı və tullantı məhsullarında xaric olunması su mühitində baş verir. Su eyni zamanda ekosistemlərin, yəni ekosistem dedikdə yadınızda saxlayın, göldür, çaydır, okeandır, bunlar nəzərdə tutulur. Əsasını təşkil edir və müxtəlif canlıların yaşayış mühitidir. Yəni biz bilirik ki, çaylarda, göllərdə, dənizlərdə müxtəlif canlılar, suda yaşayan orqanizmlər yaşayır. Üçüncü sualımıza nə deyilir? 3 biomolekullu karbohidratı, lipidi və zulalı necə fərqləndirmək olar? Karbohidratlar hər birinin quruluş və funksiyasına görə fərqlənən biomolekullardır. Nəyə görə biz buna biomolekullar deyirik? Çünki canlı orqanizmlərdə bios bilirsiniz, həyat deməkdir. Olduğuna görə bunlara deyirik biomolekullar. Onların quruluş vahidlərinə görə, yəni monomerlərinə, monomer bu molekullar polimer şəklindədir və onların təşkil edən hissəciyə uzun bir zəncir təşkil hesab eləsək, o zəncirin bir halqasını onu monomer təşkil edir. Bizim bu karbohidratımızdır, lipidimizdir, zulallarımızdır, mürəkkəb molekullar, onların monomerlərdən ibarətdir və o monomerlər enerji dəyərlərinə görə, orqanizmimizdə istifadə məqsədinə görə, ehtiyat halında saxlanmasına görə, formasına görə fərqləndirmək olar. Sonra 4-cü sualımız. Nukleidlər hansı 3 komponentdən ibarətdir? Nukleidlər birləşərək nuklein turşuları necə əmələ gətirir? Yadınıza saxlayın ki, hər bir nukleid azotla əsas, pentoza, şəkəri və fosfat qrupundan ibarətdir. Nukleidlər bir nukleidin fosfat qrupu ilə növbəti nukleidin pentozası, yəni şəkəri arasında yaranan rabitə vasitəsilə bir-birinə bağlanar və bu zaman uzun polinukleid zənciri əmələ gətirir. Sonra maddələrin plazmatik membran vasitəsilə necə hərəkət edir? Ümumiyyətlə yadınızda saxlayın ki, maddələr plazmatik membran vasitəsilə hərəkəti əsasən 2 yolla baş verir. Ya maddələr yüksək konsentrasiya qatılıq deməklikdir. Aşağı konsentrasiyaya doğru enerji sərf etmədən keçir. Buna pasiv daşınma da deyirik. Ya da konsentrasiya aşağı olan yerə, konsentrasiya yüksək olduğu yerə doğru enerji sərf edilərək daşıyan zulallar vasitəsilə daşıyan aktiv daşınma. Bu qədər. Diqqətinizə görə sağ olun. Bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.